Yəqin ki, müxtəlif sosial şəbəkələrdə belə videolar sizin də qarşınıza çıxır. Bəli, bu videolar Azərbaycanda güya dırnaqarası sənətçilərin efirə dəvət olunması zamanı orada qeydə alınan söz-söhbətdir. Baxın, görün, nədən danışırlar. Sənin aylıq gəlirin nə qədərdir? Aparıcı heyrətlənir. Biri deyir 15 min, biri deyir 30 min, biri deyir 50 min. Digərinə sual verir ki, üstündəki qızıllar nə qədərdir? O deyir ki, mən bilmirəm. Çağırırlar efirə bir zərgəri, zərgər hesablayır ki, onun efirdə üstündə olan qızılların qiyməti 122 mindir. Bir üçüncüsünə deyir ki, sən hansı model avtomobili sürürsən? Deyir ki, mən ucuz avtomobil sürmürəm, mən bahalı avtomobil sürürəm. Deyir ki, o avtomobilin qiyməti neçədir? Deyir ki, 50 minə, 100 minə. Bir digəri bildirir ki, o ancaq elə məclislərə gedir ki, o məclislərdə yaxşı pul versinlər. Söhbət yaxşı pul deyəndə 5-10 mindən gedir. Bəli, bu Azərbaycan efirlərdir. Bunlar da dırnaqarası sənətçilərdir. Azərbaycan efirlərində dırnaqarası sənətçilər hər şeydən danışır, bircə sənətdən başqa.